İmtahan bitir, evə gəlirsən. Valideynimiz soruşur, nə qədər bal topladın? Məktəbə gedirik, müəllimlərimiz soruşur, sinif yoldaşlarımız soruşur, nə qədər bal topladın? Qohumlarımız, əqrabalarımız, dost-tanışlarımız soruşur, nə qədər bal topladın? Bəs biz nə qədər bal toplamışıq? Burada istifadə etdiyimiz hər hansı bir brauzerdən axtarış bölməsinə, daha çox insanlar Google Chrome-dan istifadə edir, axtarış bölməsinə onlinesınaq.az yazırıq və axtarışı veririk. Açılan yeni səhifəmizdə müxtəlif sınaqlarla, kursların müəyyən fəaliyyəti ilə tanış ola bilərik. Amma bizə nə lazımdır? Balların hesablanması. Bunun üzərinə bir dəfə toxunuruq və açılan yeni pəncərədə qarşımıza hansı butonlar çıxmış olacaq? 9-cu sinif buraxılış imtahanı ballarının hesablanması və 11-ci sinif buraxılış imtahanı ballarının hesablanması. Bundan əlavə 1-ci, 2-ci, 3-cü və 4-cü qrup blok imtahanının ballarını necə hesablayırıq? Hamısı burada var. Biz məsələn 9-cu sinif deyək. 9-cu sinif üzrə biz Azərbaycan dili, riyaziyyat və xarici dildə imtahan vermiş oluruq. Ballarımızı necə hesablaya bilərik? Tədris dili deyilən hissə Azərbaycan dili nəzərdə tutulur və biz bura məsələn yazırıq 15 qapalı sualımız var. Yazılı tələb edən açıq sualımız isə 4-dür deyək və nəticədə 67,6 bal toplamış oluruq biz. Digər hissədə riyaziyyatdan kodlaşdırma tələb edən açıq sualımız 3 deyək, qapalı suallarımız 15 deyək. Və 2 ədədi isə yenə qapalı sualımız olmuş olacaq və 75,9 bal toplamış olur abituriyentimiz. Digər xarici dildən qapalı suallarımız 20 deyək, açıq suallarımız isə 2 desək, 70,6 bal toplamış olur və cəmi 214,1 bal toplamış olur şagirdimiz. Burada eləcə də 11-ci sinif buraxılış imtahanı üçün var və blok imtahanda istifadə olunan sualları, balların hesablamaq üçün isə butonlar var. Bundan əlavə, balları necə hesablanılır? Biz özümüz hesablamaq istəyiriksə, o zaman burada həmin PDF ilə tanış ola bilərik.